الرجیم بسم الله الرحمن الرحیم و هو خیر ناصر و معین. Allahümme inni es'aluke quvveten fi ibadetik. Xanım Zəhra Mərziyyət dualarında belə buyurardı. Allah mənə enerji ibadət ver. Bizim çox vaxt hərzada enerjimiz var, ibadətə halımız yoxdur. Allahla danışmağa hal eləmirik, Quran oxumağa kef eləmirik. Allah müqabilində durmağa ləzzət aparmırıq. Şayət saatlər bir dənə xanım ya ağa bizə bir zəng vuracaq, əks yollayacaq, SMS gələcək, 3 saat üzü quyulu baxır tərəf mobaylına ki, görün bu nə vaxt gələ. Amma azanı verib hələ bu öz işindədir. O mühəndis deyir, geçirdim, dağın ətəndə gördüm, çoban qoyunu dağıdıb dağın böyrünə, namazı əvvəli vaxt qılır. Xoşuma gəldi, day bu iş, bir dənə çobandan çıxılı bəyd olar. Hop gedib öndə qılardı da mərdumun qoyunun hara verliyim mən namaza. Amma gördüm ba tamamı vücud dayanıb Allah müqabilində ibadətə. Xoşuma gəldi, maşının dəstisini cəhdim saxladım, düşdüm getdim yana. Deyim filan Allah qəbul eləsin. Sənin bu namazıva mən belə əlaqə bağladım. Qoyunu ötürübsən bura əvvəli vaxt namaz qılsan. Hissun nəmə nədir? Dedi ağa mən hərdən bu heyvanlara flut çalaram, ney çalaram. Bunlar yığılarla mənim dövrəmə, o neyin havasına, azan da deyəndə Allah ney vırır deyir, ay bəndələr gəl, nəcər mən getməsəm bu qoyundan dəstçiyəm. Əgər mən Allahın zəmdini etməsəm, qoyun məndən şərafətlidir. Allahın neymətini yiyəsən, Allahın səmtinə getməyəsən. Xanım Zəhra buyurur, Allah mənə inayət elə, quvvətən fi ibadətik. Allah mənə enerji ibadət inayət elə, enerji, hal. Çox vaxt tərəf oyaqda azan deyir, deysən de namaz qıl deyir, halım yoxdur, sonra qəzasını qıllar. Uzanıb böyür üstə səsini eşidir azanın. Allahın telefonunun zəngini eşidir. Filan xiyabanı əgər zəvirsəydi, üzü quylu yıxılardı o mübarək üstə. Bay ona dəmin o mənlə işi vardı. Amma Allah bir sənlə işim var. Duca məndən bir söhbət elə, dərdin zadım var, decə demənə. Yo, sənə deməli dərdimiz yoxdur. Duan evislərə deyərik, onlar yazarlar səri fürsət. Pulumuzu da alallah, başımıza da börkü qoyallah. Və təbəssərən fi kitabik. Allah mənə bəsirət ver bu Kur'an oxumağa. Kur'an qəribdir da bizim cəmimizdə. Kur'anın caygahı hani? Kur'anın harda mənfəyyəti var? Özümüzə götürürük. Peyğəmbər Xudadan rivayət əz Şeyx Hurra Amuli der Vəsail-i Şiə. Buyurdu, yəci yevməl qiyamə səlasətə yəşkəvnə iləllah əzzə və cəl. Qiyamət günü 3 quru kəsəcək bizim qabağımızı. Əl-Mushəf, biri Quran. Əl-Məscid, məkanı müqəddəslər. Vəl-İtrə, Əli və Ali Əli kəsəcək mərdumun qabağın. Məhərrəmi dəhi əvvəlində sinə vurmaq hünərdə ki, İndi gərək izzət və hürmət qail olasan İmam-ı Zamanın nənəsinə. Toyundadır, çalçağırındadır, təvəllüdündədir. Ey baba biz də gündə bir dəhə saxlaya bilmərik. İmam-ı Zamanın nənəsi səndən öncə yoxdur. Get toyda tutsun, heç işqalı yoxdur. Heç işqalı yoxdur. Amma əgər o toy təlağa mübəddəl oldu, onda 2 dənə əlünə vurarsan yavaşca başı var ki, xodəm kərdəm ki, lənət bər xodəm bad. Kur'an buyurur, əfətu'minunə bi ba'dil kitab və təkfurunə bi ba'd. Mərdum və bəzi ayələri əməl eləyirsiniz, bəzi ayələri görmüsünüz onun kənarında. Çon kulu xandi, bexan la tosrifu. Və yeməyi görürsən, israfı görmüsən. Nə qədər lan bizim israfımız var? Ağa lan bizim xətmilərimizi usulən biz havağa sallıq. Sübh cümə saat 11-də sallıq 12-də də nahar veririk. Tərəfdə cuma axşamı bevək yatıb sübh 10:30-da durub sübhanə mədə doludur. Gəlib orada 2 qaşıq vurdu, qalanı töpşiklərin qabağına. Gör nə əndazə biz israf eləyirik. Nə əndazə füqəraya çörək verə bilirik. İsraf toylarımızda, yaslarımızda. Niyə? Bəran kamanda azana yer bizdə qonağa deyənmərik namaz qıl. Dərd budur. Buyurdu mən fəssərəl Quran bir rəyi. Fəlyətəbəvvəv məqədəhu minənlər. Hər kəs Quranı da öz rəyi ilə götürüb təfsir eləyir. Allah bir ipin qıracaq onun da. Daiş çıxar elə onun içindən. Onun içindən Vəhhabi çıxar. Onun içindən min cürə fərqəha və nehləha inhirafı çıxar. Cavanların övün yıxar.
علامه طباطبایی بهترین مفسر 300 سال اخیر در تفسیر بزرگ المیزان دیر من روایت و آیه به آیه اینن تفسیر eləmişəm Qur'anı. Amma Həzrət Abbas'ın çəmmərəm mən elədiyim təfsir elə düzdür. Çünki niyə? Peyğəmbərdən sonra bir söz nə qədər hədis yandırdılar. Cenab-ı Ebu Bekr kızı Ayşe ile peygamberin hadislerini otladılar, kül elediler. Berain ki fezail-i ehl-i beyte merdum pey yaparmayalar. Dediler kafana kitab-Allah. Elə Kur'an bizim bəhsimizdir da. Kur'an bize kifayet eder da. Amma görürük baba, rivayetinde oyunbazı var, hadisinde cəlisi var. Ebu Hureyre'ləri getiriblər öz vəsfilərinə böyük hədislər istixrac eləyiblər, düzəldiblər, bazara təhvil veriblər. İndi hər zadın qullabisi var. İndi heç də etimələn camiədə sən nə mənə etimad eləyə bilərsən? Hamıdan etimaddır, biz mallalarlıq, bizim də qullabimiz var. Çiğni malla. Bir gün hovza görməyib, əmma məni qoyub başına bəy gəzir. Bir nəfər də demir oğlan, sən bunu hardan alıbsan, tamam. Bir nəfər demir o kartu ver baxım görüm sən harda dərs oxuyubsan. Sən əslən hansı hovzadan çıxıbsan. Sənin şumara pərvəndün nə mənədir? Deyir baba kim kimədir əlam feylən çörəhmindadır geyəyini və yeri bazara da. Varımız da ha. Tərəf dedi 2 ton balım var dədəmə lənədəyə arı görmüş olur. Hamısı şəkərdirlər. 800 ton dedi birinci hindi varım dədəmə lənədəyə bu torpağla su görmüş olur. Hamısı plastikdir. Mərdum yeyirlər, ondan da sonra məriz olur, döhtürlərdə yer yoxdur. Dərmangahlarda yer yoxdur. Niyə? Bizim qəzalarımız məsnuydu baba, arsindardır. Bunlar səmmi var bunların. Sıçan bunların səmtinə getmir, fəzlə qoymağa. Gör nə cürdür, ürzə eləmir bunu heyvan yeməyə. Amma bu insan görürsən gətirir, tökür suva üçün hamı pişirə bilir bunu. Aşbaz istəmir ki, aşbaz o da İranı düğünü çıxada da. Yoxsa elə onu məni nənəmdə çıxadardı, onu elə foru töküra. Getcə mən 1000 nəfərə birinci hindi dəmliyim. Xəmir olma yoxdur ki, plastikdir o. Özü də elə rey verir ki, qazandan daşı tökülür çölə. Yiyən də deyir, ya mədəm öldürür, ya mədəm köpüb, ya ölürəm, ya sancıram. Çünki qəza yeməyib, plastik doldurub qarnına. Hər zadın qullabısı var, əlan oğul var, bir gün cipə görməyib, kartı cambazı cibindədir. Qullabı sərhəng, qullabı vəzir, qullabı mühəndis, qullabı döhtür. Heç qullabilər əslilərə macal vermirlər şimdi. Əslilər bir nəvalar qalıb dalda, qullabı heç ona macal vermir, meydan o qədər aşlıq eləyib ki, əsli dövrəbərə dolananmır ki. Odur Peygamber bu da el-mushafun muallakun qad vəqa aleyhil qubar. Ruzi qiyamət o taxtada toz basmış Kur'anlar yapışacaq bizim yaxamızdan. Toz basmış Kur'anlar. Hamısın toz basıb Kur'anlar. Kur'anların yallayına biz məsələn bayramlıq yığarıq. Eləməz orada balalayacaq, çoxalacaq. Kur'an pul çox atmaz. Elə ona 50 ildə qalsa elə bir dənə 500'lükdür. Kur'an oradan, Kur'an deyir oxu ömrün bərəkətlənsin. Kur'an oxu əxlaqın bərəkətlənsin. Zindəcanlığın bərəkətlənsin. Yoxsa bir 500'lük olmayacaq 10 dənə Kur'anın layında görəsən 10 dənə 500.000 tümənlik var. Heç bunlarda Kur'an gəlib məni islah eləyə. Qanun əsasıdır. Gəlib mənə deyə düz yolu tap. Gəlib Kur'an mənə deyə gətirib musafirin baş üstünə məni tutma. Oxuy, Kur'andan olun, Kur'anı bilin ki bu Kur'an nəməyə gəlmişdi. Elə Kur'anı mərdum qoltuğuna vurdu, Əmirəl-Möminin sözü qaldı yerdə. Və fəhmən fi hukmik. Allah mənə fəhmi ver, əhkam bilim. Əhkam bilim. Oğul var, namaz bil qılır, amma namazın əhkamını heç birini bilmir. Mamilə eləyir. Heç vaxt bilmir harda mamilər, rəbəvi olar, riba olar, sud olar. Bu pulu yemək olmaz, yalandan and içməzlər, rəsulmal nəcül olar. Bunların heç birini hənuz bilmir bu ağa. Əhkam bilmir. İzdivac eləyir, əhkamın bilmir. Alver eləyir, əhkamın bilmir. Amma niyə? Hər zadın oyunbazlığının yolunu bilir. Buyurur və fəhmən fi hukmek. Buyurur əhkam örgəş. Gör haqqın nas nə mənədir? Haqqın nas Allah bağışlar, namaz qılsaq bağışlar, xeyr. Quran oxusaq necə, xeyr. Həzrət Zəhri ağlasaq,
Heç ölsün də bağışlamaz vallah. Allah buyurur gərək gedib o tərəfdən həlaliyyət alasan. Haqqun nasi mali. Tərəfə malı zərər vurubsan. Görübsən no maşını alıb keçəndə ürəyin pasından kilidi atıbsan no maşının bu başdan çıxıbsan o başa. Çıxıb görüb bir dənə xət salıbla maşınla. O da ürəyin dedi ay dədə lənət bu xətti salan. Dədin oradan feyzini aparıb yek, mədyunsan ruzu qiyamətə. Uşağı var bunlar örgət. Uşağın ki bir dənə püfəyi məğazədən oğurladı, səhər yavaş-yavaş maşın zəbtinə keçəcək. Səhər batır oğurlayacaq. Getmişdim bir yerdə bir cavanın bənerini vurmuşdular, çox şəkil, şəmailli bizdə da məsələn. Özümüzü bir miqdar narahat görsətdi, Allah rəhmət eləsin. Dedi kişinə rəhmət eləsin. Qalpak qoymamışdı maşınların üstündə qala. Öləndən xiyalımız rahat olub. Buyurur haqqun nası mali. Ağa dədə ölüb, Allah dədə özə rəhmət elə. Bə həyatı niyə bölmüsünüz? Vallah dədəmin yadigarısın, pozanmarıq dədəmin. Dədəyin özü ilə sənin əlindən öldü, dığladı. Həyatı dadlanıb. Pulum var, istəyirsən ennənəsən, kilas qoyasan, mən dədəmin ənvalını satmadım, bacın acından köpük qusur, heç dadı yoxdur. Onun apar həqqin ver, saxlamını qiyamətəcək. Apar neyinisən elə, verəsən biri razı olmasan, nənön də gedib bu həyatda otura bilməz. Nənön, çünki dədə öldü, ənval verəsənindir. Nənə də gərə hamısından icazal oların gedib otura öydə. Tərəf görsən köhnə bir tarix güzəşdə cinsi vardı, hala hər nəmən ola. Mavad qəzayı ola ya məsələn. Tərəf görsən dubara xəmir elədi, aşqalir onu dubara pişirdi, verdi bazara. Köhnənin o qiymətinə satdı. Özdə deyir zirəncəma, satdım eşkəstə bilmədi. Bilmədi, bilən bildi, övel o yıxacaqdı, qəşəh bildi bilən. Elə o pullardan vel uşaqlar xiyavanlara tökülər. Elə o pullardan başa çıxarvatlar xiyavanlara tökülər. Elə o pulların əsəri də özün xiyavanlarda görsədir. Və deyir, harda yatıbsan? Kəhli kimin başı uzoğubsan qara? Əxlaq-ı Fatimi bu. Yəni halal haramında diqqət elə. Əz nəzər mali, haqqun nası rayət elə. Haqqun nası mali. Haqqun nası cani, bugün səhər gəlir day. Çarşənbə suri. Kəpsulunu atdı bir dənə hamilə xanımın ayağının altına. Tək patladı, o da atıldı gövə, bu da nə əş olub. Deyir gül. Biri sən nənə bacı gör, gül qorxusa qoşu əylər. Ola qeyrətin olsun. 5 dəqiqə gülməyə adam hər zatdan maya qoymaz. 5 dəqiqə dilxoşluğa adam hər oyundan çıxmaz. Çalış çıxıb da cədidən. Boş qoru ilə görürsən bir dənə çaydanı gətir, atır bir qocanın üstünə. Qocada deyir, içi dolu dağsı çayla ağzı gözü əyilir. Durur, qaçanmır, qış yermir, qışlar başından aşır. Məni 1 milyon nəfər like eləyiblər. 1 milyon nəfər, 100 milyon lənət gələcək sənə. 1 milyon like eləyib səni. Öl əri da dədəyə qorxutmaqla, mərdümlə təşviq alırsan özü. Və da əlini öpməyəcəksən ki. Sancı dolub böyrü və deyəndə 5 dənə çörək al, hal yoxdur səndə. Amma buradan can basır piyada Kərbəliya. Amma dədə deyəndə ki, filan işində alacan hissi yoxdur məndə. Buyurur haqqun nası cani. Filmin götü qoyacağımın istəyər, gör tərəvə bir kəllə vuram, azı 2 dənə dişi gedəcək qarnına. Yox, vur görək. Allahın elə sərətanhay nüqtəzəni var. Elə pərpərilər 30 kilo qalarsa. İskelet. Qalarsan yorgan döşədə, gələn day səni tanımaz. Ha, gərək bir nəfərdən müərrif ola, səni tanıtdıra. Bu filan qəhrəmanıdır ya. Bu bir zaman filan Bezən Bəhadırıdır ya. Bu bir zaman yumrağının qabağından heç kəs qutulmazdı. İndi bu günə qalıbdı, deyir, hə. Buyurur Allah o işlər görürəm, ha. Haqqun nası canı. Mərdümün canına haqqın yoxdur, zərbə vurasan. Haqqın yoxdur, mərdümü qorxudasan. Ayətullah dəstəqəyib buyurur, birin qorxudasan. 5 il ömrü az ola, 5 ilin qatili sənsən. Qiyamətdə get cavab verirsən. Niyə qorxudusan tərəfi? Niyə tərəfə şokvarı deliysən? Haqqun nas erzin, caməni götürüb ba, abruyi, sənə qızımı vermirəm.
Biz kızımızı vermədik filanın oğluna. Hə da qoymaram kimin etcə sal. Hər kəs gəlir xastiqarıya, bu gəlir ağa. Alma ha bu filandır, bu behmandır. Niyə xalqın abırısı ilə oynayırsan? Əmir əl-Müminin burada hər babdan birinin abırısını aparsan, elə müntəzir ol, o kanaldan da abırın getməlidir. Nigeran olma. Allah'ın çox şəbəkələri göstərdədir. Allah'ın çox qudrəti yuxarıdır. Buyurur, haqqımız yoxdur birinin abırısı ilə oynayaq. Tərəfdən gəlbə təhqiq eləyə, la istəyir filan yerdə oğlun istiqdam eləyə. Nəzərün nədir? Hey, day bu heyin içi doludur min cilt kitabla. Bax, hey, yəni amandımını qoymayın, ha gələ, bu gəlsə sizin özü yıxacaq. Deyir, sənin ürəyin onun dədəsinin əlindən doludur. Niyə bunun çörəyini acır eləysən? Axı, namüsəlman. Ha, müsəlmansan. Müsəlman bu işləri görər. Şiye Ali ibn Abi Talib zirab vurar, şeytanət elər, mərdumun abırısı ilə oynamaz ki, haqqun nası inhirafi. Mən bunu bana ərz eləmişəm, indi də deyirəm. 80%, 90% xanımlar der dosti va cinsi muxalif, qəsdi izdivaçları var. Xanımlar izdivaca gələrlə qabağa. Amma ağalar bərəksidirlər. Şəhvətin işba eləyəndən sonra 90% gəlir şəhvətranlığa. Elə ki şəhvətin soğudun da ötürəcək, deyəcək, olmadı, cür gəlmədi, qoy çıx get. Deyir, ağay möhtərəm, sənin ki ürzün, ləyaqətin, qeyrətin yoxudur, gəlib bundan izdivac eləyəsən, niyəmin elədim dənə xiyabani, niyəmin elədim bir dənə bibəndi var salının xiyabana, nə cürmün cavabını verəcəksən? Sən dədə mahvarəni gətdin qoydun yuxarı başa, sənin uşağın 7'sini vardı, namaz qılardı, indi də məhrəmdən naməhrəm halısı deyil, qiyamət günü cavab verəcəksən. Sən onu yoldan çıxartdın. Neynər dədəsi olanda? Neynər böyük olanda? Böyük elə hər oyun çıxartdı, eyb eləməz. Dədə elə öy yıxdı qalsın, öv altında xeyr ağa, hərəm bir caygahı var. O da Peyğəmbəri Xuda buyurdu, kəmələ minər rical kəsirun. Çox kişilər kəmala çatdılar bu dünyada. Və ləm yəkmul minən nisa illa ərbəə. 4 xanım kullən kəmala çatdı. Yek Asiyə, İmrətu Fir'un. Məryəm binti İmran, Xədicə binti Xuvaylid, Həzrət Xədicə və Fatimə binti Muhammedin sallallahu aleyhi və aleyhi. Deyir be Həzrəti Zeynəb necə kəmala çatmadı? Həzrəti Məsumə xam kəmala çatmadı. Həkimə, əmmə imamı zaman kəmala deyir, niyə? İlayomuna hazata imruz. Peyğəmbər budur büyünəcə, şayət büyündən belə çox xanımlarda kəmala çatarlar. İndi biz neyniyə kəmala çataq? Mən neyniyim? Kəmala çadım. Sən neyniyəsən kəmala çatasan? Və nəcür oldu? 4 dənə xanım kəmala çatıb, hənuz biz heç birimiz çatanmırıq kəmala. Deyir oğlan, deyirlər, Dulabinin çeşmi bərzəxsi var idi. Neynərdin? Baba adamın batının görürdü da. Deyib, sən niyə görmüsən? Sıra xamuş gəlirsən. Yox, məni nəzərlədilə, mənə tilism eləyiblər. Mənə dua yazdırıblar. Zindəcanlığım heç rast gəldi. O gör nə qədər bekar var. Düşüb sən dalına sənə dua yazdırır. Davay, nə mühümmüsən? Davay, mərdim işin gücün tərcih edib sənə dua yazdırır ha. Ədən nə mühüm olubsan hami, işindən əl çəkib bəsiz olubla, səni qoymayalar üçdə eləyəsə. Deyir, ön yıxızsın, bəniyə başı soğubsan qarın altına, bax bir Qur'ana və ma əsabəkum min musibə, fəbima kəsəbət əydihim və ya'fan. Səni günahlarını övü yıxıbdır. Hər bəla içərsən, kəffarı şərabxori hay bir həddə hesabdır. Kisə çəkirlə, çirkin tökürlə. Sən çox yeyib pərvərdə olmuşdun. Allah buyurdu, nüvə boyva günah eləyibsən, indi bir ol, gəl görüm, baxdadı gör nəmə nədir? Bəlil insan əla nəfsihim, hamı bilir nə quşun yumurtası. Heç kəs mənim kimin tanımaz. Mən özüm heç kəs mənim kimin tanımır. Və səni də sənin kimin. Heç kəs insan özü kimin tanımaz. İnsan özü bilir pərvəndəsində nə xəbər var. İnsan özü bilir hansı əməl Allaha xatirdir, hansı mərdumə xatirdir. Vələ əlqamə azirə. Fəqət bu insan pis adəti budur, günahını aşırır onun boynuna. Qoymadılar nəm belə oldu. Baba deyir, valla sən öz günahlarını, dədün, yumurağla vırıbsan öydə gizlində əncəli, valla şüras gətirmir. Mərdum içində, ya Allah, hacı yalandan hacı eləyir ha.
Hacının ödəlin qorxutduğuna boğur. Hacı bunun qorxusundan sud içənmir. Amma cəm içində elə hacı bağlayır bir-birinə adam deyir, dədə kaş elə hamı oğullar belə ola. Hacını belə təhvil alarlar bu. Hacı deyir, baba bilmirsən ki bunlar mənə neynirlər? Deyir, uşaqlarım oturub önümdə, elə bir ağam, mən belə özgə babəsiz icarə verməyəcəksiniz. Və bu dədənin gəliri hardandır? Dədənin də hüququn aliyə böyür üstə yatqal orada. Dədə deyir, baba oturub önümdə mənə hərəsi 200.000 tümən pul versə də mən möhtac olmaram, gedib şaxtada durmaram, işləmərəm. Mənim oğlum oğul olsa. Ondan sonra oğlun işi rast gəlmir, gəlir deyir, məni tilism eləyiblər, məni nəzərləyiblər. Seyyid Muhammed Təqiyə Xansari rəhmətullah alə böyük müştəhidlərdən ki, sahibi duayı baran, der zamanı həmlə-i muttəfiqin, elə ki, qəzzaflar, Ruslar dolmuşdular İranın içinə, tancınan xiyavanlarda yol gedirdilər. Qumda gəldilər Ay Xansarin məhzərinə, dedilər, yağış yağmır, gedək dağda bir dua ilə bizim. Ay Xansari vurdu, işgal yox, bir nəvər dedi, ağa getmə ha, dua elərsən tutmaz, aburun gedər ha, müştəhid sən deyərlər bura bax, müştəhidin duası, aynı dualarımız qullabı olub da. Bizə iltiması dua eləyirlər, ha cavabını bir dua eləyəcək, səhər deyirlər, gətəşi cənazı, öldü. Deyir, nəfəsə bax kişi də. Qiyamətdir da, qorxumdan heç kəsi dua eləmərəm. Deyirəm, səhər başına bir belə gələr. Görərsən adamın yaxasından əl çəkmir tərəf. Deyər elə, sən heç dua eləməcək, Əzrailin yadınamını salmayacaqdın. Sən duvunmunu saldığın yadı. Odur buyurur, qahı dualar müstəcab olmur. Ay Xansari buyurdu, baba hafız vəzifəyə to, dua kərdən əst o bəs. Ay Xansari çıxdı bir dua elədi. Qəzzaqlar bunlar məskəri deyirlər, xurafatilərə var. Bunlar gedirlər, yağışa dua eləyərlər. Ay Xansari bir dua elədi, tancılar qaldılar zığın içində, palçığın. Çəhmələyən mərdum almışdı əlinə, yol geriyə bilmirdilər. Bu cür dua elədi. Bu cür pakürəhlər var idi. İndi 500 dənə müştəhiddən bir nəfər durub bahlan qabağında duranda deyirlər, baba çəkil, gəl təvırlıq sən də qalarsan alta, çəkil öynə qoz ikişimizə baxaq görək. Qabaq müştəhid söz danışanda güllə yerinə gedirdi. İndi də müştəhidi də sayan yoxdur ki. Məraciyin də səsləndilər, bir nəvalan səsləyə də batdı da, heç gördülər səsləyənə qulaq asan yoxdur ki. Ha desin, ağa, bahlar nuzulxanadır, heç sənə rəbdi yoxdur. Qaçağı kim eləyir əlan, bahlar. Hardan sud gətsin versin, gerək qaçaq eləyə, gətirə müştərilərin cibini doldurada. Və Allah hardan bir belə sudu verəcək, bu kəsad iqtisadi ilə. Deyir, Ay Xansari əz şagirdan-ı Ağaziya Əraqi idi. Ağaziya Əraqi qoca idi, yaman bədəxlaqda, qoca bədəxlaq olardı. Qocanın hövsələsi olmaz, qıçarır, göz ağrır, yubulsət olar, qarnı ağrır, hövsələsi olmaz, deyib gülməyə də hal olmaz. Ha, sən qocanın yerində deyəsən, görəsən qoca nə çəkir ki? Gətirir, özü çalma şorba yer, qoca, dədəm diş qəza yeməz, dədən onu yiyənməz ki, evin yıxılmasın, dədənin qəzası o deyək axı, gətirib sənin dişlərin ərrə kimində onun bir nəvanı ağzı yaradı, o gərək bir lətif bir qəza yiyə. Ondan da sonra qocanı acından öldürür, su hazımə tutturur, sonra gəbi yollarım, döyür kəlləsinə məsciddə. Bu bədəxlaqıdır da, ustadıdır, vəli bədəxlaqıdır. Bank ustadıdır, bədəxlaqıdır. Hər kəs dəstəmin işgal ləzədir, ucadan demiş, xəfəş o, elə bilə. Ay Xansari bir gün dəstə deyəcək, oranı işgallı deyir, xəfəş o. Demiş da Ay Xansari'də. İkinci var deyir, ağa paşa var o birun. Bari sevvun buna bir heyvan ləqəbi verir, deyir, dur yeşiyə. Seyyid hislənir, deyir, mən Seyyidəm Zəhra balası, niyə mənə heyvan ləqəbi verdin? Nə illətə? Girəm ki, ustadımsan, yapışır ətəyindən, ətəyin silkəliyir, deyir, 15 il sənin şagirdin olmuşam, istəmədim, nə mən örgəcməm, töhdüm yerə, çıxır eşiyə. Vırır bir dənə cəngi qabağa gəlir. Bu cəngidə, benamış Sovrul Eşrin, ruhanilər, ərteşey, İngilisindən dərgir olurlar, tənha alimi ki, burada dəstgir olur, Ay Xansari'dir. Zindanını harada saxlarlar? Zindanda. İnfiradiya umumidə, mını boşqada saxlayırmışlar. Bir il. Deyir, bir il məni boşqada saxladılar, qutuldum bildim də. Bir il bunu boşqada saxladılar. Nə qoyurdular təharətə,
Nə qoyurdular namaz qılmağa? Bir ildən sonra deyir, yatdım, əimmənin biri gəldi yuxuma, buyurdu, bir il ki bu boşqada Həzrət Ali qaldın, Kotək bi-ədəbi və ustadudu ha, onun o daməni silkələdin, çox qazılandın, çıxdın eşi. Allah istədi bir il səni bu boşqada saxlaya deyə havası cəm elə ha. Ustadın gərçi həq səndən də olsam, sən ustadındır. Gər həq səndən olsam, sən dədündür. Həq səndən olsam, sən böyük qardaşındır. Allah'ın da verdik bu abruyu, Muhammed-i Ali Muhammed verdiyi abrulə əlimizdən almasın inşallah. Məhəbbət buyurun, xanımın ruhuna özünə layiq salavat xətm eləyək. Tamam. Xob, bir səbranə hamımız müntəziri az məhzəri Həzrət-i Ayi Qufrani əziz və inşallah biz özümüz dilə sinə vuracağıq hacanın rikabında və da çox yubatmayaq. Mən bir dənə də roza başlasam gedər çatar 11 bir ruban, bilirəm hövsələdən də xaric olar. Elə bura kimin kifayətdir inşallah az məhzər və nəfəsi gərmi əziz diləmun Acai Qufrani əziz. Bəhrə aparacaq bir şərtin ki bunun ekosun açala bir dəmi tutulavı. İnşallah halı həva cəlləsəmiz əvəz olsun ta inşallah az nəfəsi gərmi Ac Məsud əzizəmun inşallah bəhriyi kafi aparaq inşallah. Ərbabimizə bir nənəsinin yasında bir salam verək. Ta inşallah az məhzər Acai Qufrani bəhrəmənd olaq. Esselamu aleykə ya Əba Abdillah və aləl ərvahilləti hallət bifinaik. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم هم کربلای السلام